Bakıda Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin Bakı ofisinin açılışı olub. Tədbirdə Birləşmiş Ştatların İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, kilsə 2024-cü il iyulun 10-da dini qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır. İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsi xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov jurnalistlərə açıqlamasında Azərbaycanda qeyri-İslam dini icmalarının sayını açıqlayıb. Bildirib ki, hazırda bu sayı 39-a çatıb. Gündüz İsmailov həmçinin Bakı ofisinin açılışını Azərbaycanda vicdan azadlığının təmin olunmasının bariz göstəricisi adlandırıb. Azərbaycan tarixi ənənələrinə sadiqdir. Azərbaycan xalqının tolerantlıq, multikultural dəyərli Azərbaycan hökumətinin din siyasətinin tərkib hissəsi kimi inkişaf etməkdədir. Eyni zamanda bu hadisə həm də onu göstərir ki, dövlət dini icmaların dövlət qeydiyyatına almaqla yanaşı, onların fəaliyyəti üçün də hər cür şərait yaradır. This is an historic day in Azerbaijan for the Church of Jesus Christ of Latter-day Saints. Bugün Azərbaycan və İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsi üçün tarixi bir gündür. Kilsəmizin rəsmi olaraq tanınması və bizim burada ibadət etmə haqqımızın tanınması bizim üçün çox böyük bir fəxirdir.